Dünya Hökumətlər Samiti Dubayda davam edir. İraq Liqobaxicə keçirilmiş görüşləri və müzakirə olunan məsələləri yekunlaşdırıb. Gürcüstanın baş naziri Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, Serbiyalı həmkarı və BMT-nin turizm üzrə baş katibi ilə görüşüb. Baş nazir həmçinin iki panel müzakirəsində iştirak edib ki, bu müzakirələr Gürcüstanın potensialı və rolu, həmçinin orta dəhliz kontekstində ölkənin imkanlarına həsr olunub. Gürcüstan hökumətinin rəhbərinin qiymətləndirilməsinə görə bu ölkənin tanınmasını daha da artırmaq, potensialını tam reallaşdırmaq və potensial investorları cəlb etmək baxımından əhəmiyyətli bir müzakirə formatıdır. ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin təqdim etdiyi hesabat Tbilisidə siyasi müzakirələr mövzusudur. Sənəddə qeyd olunur ki, 2020-ci ildən etibarən Avropa Komissiyası 100-dən çox qapalı görüşdə təzyiq göstərib ki, kontinentın sezurasına daha aqressiv yanaşsınlar. Komitəyə təqdim edilmiş materiallara əsasən Avropa Komissiyası əsas sosial media platformalarına təzyiq göstərərək kontentin qlobal moderasiya qaydalarını dəyişdirməyə nail olub ki, bu da ABŞ-da Amerikalıların ifadə azadlığına birbaşa zərər vurub. Daha konkret olaraq təzyiq seçkilər öncəsi Slovakiya, Niderland, Fransa, Moldova, Rumıniya və İrlandiyada tətbiq olunub ki, TikTok senzuralansın. Hüquq Komitəsi hesab edir ki, Rumuniyada 2024-cü ildə prezident seçkilərində Rusiyanın koordinasiya edilmiş müdaxiləsinin izi aşkarlanmayıb. Lakin seçki nəticələri heç vaxt bərpa edilməyib. Həmçinin hesabatda qeyd olunur ki, Biden-Harris administrasiyası Avropa Komissiyasının Ukraynada Rusiyanın işğalına dair qlobal senzura cəhdlərinə köməkçi rol oynayıb. ABŞ-la münasibətlərin yenidən qurulmasına hazır olmaq və strateji tərəfdaşlığın bərpasının əhəmiyyəti. Bu məsələlər Gürcüstan nümayəndə heyəti tərəfindən Vaşinqtonda müzakirə olunub. Laşa Darsalya ABŞ dövlət katibinin köməkçisi ilə görüşüb. Gürcüstanın Xarici İşlər Nazirinin müavini ilə birlikdə müzakirələrdə ABŞ-dakı Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Tamar Talyaşvili və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kolter də iştirak edib. Nazirliyin yaydığı məlumata görə görüşdə regionda baş verən proseslər və Gürcüstanla əməkdaşlıq perspektivləri müzakirə olunub. Amerika tərəfi isə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib. ABŞ Dövlət Departamenti də görüşlə bağlı məlumat yayıb. Qeyd olunan görüş siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Prezident sarayının qarşısında 4 oktyabrda baş verən hadisələrə Gürcüstan parlamentinin sədri bir daha münasibət bildirib. Şalva Papulaşvili sosial şəbəkədə yazır. Prezident sarayına edilən zoraki hücumdan 4 ay ötüb. Bu müddət ərzində bir məsələ artıq aydın olub. Brüssel prezident sarayına hücumu nə pisləyəcək, nə də ondan uzaqlaşacaq. Onun sözlərinə görə Brüssel hadisəyə faktiki olaraq dəstək də göstərib. Bunu isə öz mətbuat katibi vasitəsilə ifadə edib. Brüssel getdikcə daha çox dəyərlərdən uzaqlaşır ki, Avropa İttifaqı əvvəllər üzərində qurulmuşdu və özünü getdikcə nifrət, zorakılıq və ekstremizm ilə eyniləşdirir deyə Papulaşvili vurğulayıb. Professor, müəllimlər və tələbələr Gürcüstan Texniki Universitetinin 6-cı korpusunun həyətində toplaşıblar. Onlar Təhsil Nazirliyi tərəfindən elan olunmuş islahatın ləğv edilməsini tələb edirlər. Onlar üçün qəbul edilməzdir ki, islahatın hazırlanması prosesində dövlət onlarla ünsiyyət qurmayıb. Həmçinin tələb edirlər ki, onlara həmin araşdırma təqdim edilsin ki, bu araşdırmaya əsasən Tbilisi Dövlət Universiteti ilə Texniki Universitetin birləşdirilməsinin ümumi keyfiyyəti artıracağı müəyyən edilib. Halbuki bu universitet humanitar, digər isə texniki istiqamət üzrə fəaliyyət göstərir. İvan Cağışvili adına Dövlət Universitetində Senat iclası keçirilib. İclasa tələbələr və akademik şuranın üzvləri də qatılıblar. Onların sözlərinə görə iki universitetin birləşdirilməsi məsələsi ilə bağlı ümumi bəyanat hazırlanıb. Bu bəyanat Təhsil Nazirliyinə göndəriləcək və sonradan universitetin rəsmi veb saytında da yerləşdiriləcək. Qida məhsulları, dərman vasitələri və yanacağın qiymətinin formalaşma strukturunu öyrənən müvəqqəti komissiya təşkilatı iclas keçirib. Təşkilatı iclasda komissiya üzvü sədri və sədr müavinini seçiblər. Müvəqqəti komissiya İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili rəhbərlik edəcək. Komissiyanın sədr müavini isə üzvlər tərəfindən Eka Sevaşvili seçilib. İclas komissiyanın parlamentin müvəqqəti komissiyası haqqında nizamnaməsi də təsdiqlənib. Nizamnaməyə görə komissiyanın məqsəd səlahiyyətləri çərçivəsində qida məhsulları, dərman vasitələri və yanacağın qiymət artımını sistemli, kompleks və faktlara əsaslanaraq öyrənmək, qiymətlərin formalaşma mexanizmlərini obyektiv qiymətləndirmək və mümkün problemli sahələri müəyyən etməkdir. Qida məhsulları, dərman vasitələri və yanacağın qiymətinin formalaşmasını öyrənən müvəqqəti komissiya 14 üzvdən ibarətdir. Onların arasında Gürcü Arzusu, Qaxariya Gürcüstan üçün Xalqın Gücü və Avropalı Sosialistlər partiyalarının nümayəndələri yer alır.
Abu Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların yeni mərhələsi başlayıb. Bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov məlumat verib. Onun sözlərinə görə iş ayrı-ayrı qruplar çərçivəsində davam etdiriləcək və konkret sahələrə fokuslanacaq. Bundan sonra mövqelərin birgə uzlaşdırılması planlaşdırılır. Biz Prezident Vladimir Zelenskinin aydın göstərişləri çərçivəsində çalışırıq ki, ləyaqətli və uzunmüddətli sülhə nail olaq. Danışıqların hər mərhələsində əldə olunan irəliləyiş barədə dövlət başçısını məlumatlandırırıq, deyə Umerov yazıb. Xatırladaq ki, Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ilk raundu Abu Dabidə 23-24 yanvar tarixlərində keçirilib. Daha sonra məlum olub ki, 3 tərəfli görüşlər 4 fevral tarixlərində davam etdiriləcək. ABŞ və İran arasında danışıqlar davam edir. Bu barədə məlumatı ABŞ prezidenti təsdiqləyib. Axios nəşri ilk anonim mənbəyə isnadən yazır ki, İran ABŞ-la planlaşdırılmış danışıqların yerinin və formatının dəyişdirilməsini tələb edir. Görüş cümə günü İstanbulda keçirilməsi nəzərdə tutulsa da, Tehran indi tələb edir ki, danışıqlar Osman Sultanlığında keçirilsin. Bundan əlavə nəşrin məlumatına görə İran tələb edir ki, danışıqlar yalnız iki tərəfli formatda İran və ABŞ arasında keçirilsin. Bir neçə ərəb və müsəlman ölkəsinin nümayəndələrinin iştirakı olmadan. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Tramp marşrutu layihəsi və digər əlaqələndirmə layihələrinin həyata keçirilməsini müzakirə ediblər. İki ölkənin liderləri həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin iki tərəfli səfərlərini alqışlayıblar və etimadın bərpası tədbirlərinin genişləndirilməsini zəruriliyi barədə razılığa gəliblər. Əliyev və Paşinyan vurğulayıblar ki, hər iki cəmiyyət real həyatda sülhün faydalarını görüb. Onlar iki tərəfli ticarətin bərpasından və Azərbaycanın ərazisindən Ermənistana neft məhsullarının ixracı, həmçinin üçüncü ölkələrdən taxıl və digər malların Azərbaycan vasitəsilə Ermənistana tranziti ilə bağlı razılıqlardan məmnunluq ifadə ediblər. Tərəflər həmçinin iki tərəfli ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılmasını davam etdirəcəklərinə dair razılığa gəliblər. İlham Əliyev və Nikol Paşinyanın görüşü Birləşmiş Ərəb Əmirliklərində keçirilib. 1 may tarixindən etibarən Tbilisi Bələdiyyəsi ağciyər xərçənginin skrinqini maliyyələşdirməyə başlayacaq. Bu barədə Tbilisi meri hökumət iclasında danışıb. Qeyd olunub ki, səhiyyə və sosial sahələr əsas prioritetlərdir. Həmçinin digər yeniliklərdən də bəhs olunub. Yeni qanunvericiliyə əsasən əgər şəxs cəriməni ödəməsə, bu məlumat bələdiyyənin rəsmi veb saytında yerləşdiriləcək və 21 gün sonra avtomatik olaraq ödənilmiş sayılacaq. Azot zavodunun əməkdaşlarının etiraz aksiyası davam edir. Bir qədər əvvəl məlum olub ki, problemin həlli və danışıqların aparılması prosesində vasitəçi rolunu Rustavi meri oynayacaq. Qərar Nino Latsabidze ilə görüşdən sonra qəbul edilib. İşçilər zavod administrasiyasından maaşların 300 artırılmasını tələb edirlər. Bir neçə görüş administrasiyası ilə keçirilsə də nəticəsiz qalıb. Dünyada xərçəngi qarşı mübarizə günü qeyd olunur. Bu münasibətlə xəstəliklərin nəzarət mərkəzində tədbir keçirilib. Onkoloji xəstələrin müalicəyə qarşı imkanlarından danışılıb. Xüsusi olaraq skrinqin əhəmiyyəti və onun əlçatanlığı vurğulanıb. Həmçinin son dövrdə həyata keçirilmiş dəyişikliklərə diqqət yetirilib. Bildirilib ki, kimyaterapiya xidmətlərinin həcmi artıb. Klinikalar daha çox maliyyə dəstəyi alır və müalicə üçün lazım olan dərmanları xəstələr həmin prosedurun həyata keçirildiyi klinikadan əldə edirlər. Eyni zamanda dövlət proqramı barədə də danışılıb. Proqram çərçivəsində həm Azərbaycanda, həm də xarici ölkələrin aparıcı klinikalarında onkoloji xəstə uşaq müalicəsi tam maliyyələşdirilir.